Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün sizlərə istədim bir açıqlama verəm. Bildiyiniz kimi kanalda videolar qalmayıb. Çünki hamısını özüm silmişəm. Səbəbini gəlin sizə deyim. Çünki sıfırdan başlamaq deyən istəyim bu kanalda. Elə bir istəyim var. Bu arada səssiz bu dəqiqə canlı yayınlar açıram. Niyə mi deyirsən səssiz danışmır? Görən indi adamlar təəccüblənir, təbrik edir. Deyir niyə danışmır? Çünki yaşım çatmadığından, yəni 13 yaşdan sonra canlı yayın açanda, yəni səsinlə danışanda 13 yaşdan gərək yuxarı olasan ki, yəni danışanda məsələn tutaq ki 13 yaşımdan indi hələ 12 yaşım var. Bir ildən sonra tutaq ki canlı yayın açanda yəni danışa biləcəm. İndi səsimdən bilir ki, yəni uşaq olduğum, bir də əlimiz adı belə ekrana tutanda. Ona görə canlı yayın deyiləcək təkcə ördəkləri səssizcənə çəkəcəm. Yəni bunu da bilin. Bu arada bunlar yəni səslilərimizdən yəni iki pekimiz var burada. Bir də yəni 3 dənə də səslimiz. Bunlar damazlıqdır, qalanlarını da satmışam. Nə oldu? Satmışam, etmişəm. Yəni bunlar qalıbdı. Sizə bunu da deyim dedim. Pekin ballarına nə olub desə, onların 3 dənə qalıbdı onlardan. Yəni satmamışam. Ölənlər zad oldu. 3 dənə qaldı. Heç nə olmaz. O da dururlar yəni 3 dənəsi. İndi bunlar da yumurtlayır edir. Pekinlə burada bir dişi var. Baxın. O anırdakı dişi var ha, o yumurtlayır. Pekin dişi ilə həmin o ikisi yumurtlayır qabaqdakılar. Qalanları hələ yumurtlamır. Yəni bir dişi var da nə daha. Bugün 2 dişi, bir erkek satdım dostlar. Yəni bir saat qabaq. Bunlar qaldı mənə də. Yəni o cıqılı idilər, onlar cıqılı qalmışdılar. Mən də istəyirəm satamam. Yəni istəyirəm satdım da. Satdım. İndi bunlar qalıb belə. Yəni bir də doşanları satmışam. Dostum Ayət da mənə hinduşka vermişdi. Bir dənə də getdim, yenə hinduşka aldım. Yəni doşanları satıb, doşanları da satdım. Yəni xoşuma gəlmədi doşan. Yəni nə bilim xoşuma gəlmədi. Getdim hinduşka aldım, yəni ikisini satıb. Bir də doşanları satdıqdan sonra yəni Ayət bir hinduşka vermiş dostum Ayət mənə. İndi 2 hinduşkan var, bir də lal ördəklərimiz var. Lal ördək ballarından daha 9 dənə vardı. 9 dənənin hamısı durur. Amma 7 dənə ha bala var idi, cıqılı biraz onlardan. Onlardan xeylisini dostlar, 4 dənəsini yəni pişik yemişdi. Onlardan qalmışdı 3 dənə zatdan 7 dənədən 3 dənə qalmışdı. Üçündən birini yəni biri qalıbdı. Üçü qalmışdı, ikisi dişi idi, biri erkək. Birini satdım, birini yəni dişinin pay verdim, bir qohuma verdim. Ondan sonra indi erkək qalıb məndə, onu özümə böyüdüb kəsməyə saxlayıram. Alan olsa satacağam, amma özümə saxlayayım. Yəni belə durumumuz belədir. Nə deyəcəm? Baxın, bu da boyka icadı. Satmamışam, boyka bizim canımızdır. Yəni boykayı sataram mı canavarımı? Boyka. Boyka. Canavar nə olub gənə? Boykanın da duruşu karizmatik. Yaxşı, boykanın duruşundan videoyu bağlayaq. Bir dənə də dostlar, boykadan sonra 3 erkək, yəni 2 erkəyim var idi. Bir ağ, bir də biraz qara vardı. Ağ 4 qarıyı. O qarı erkəyi kəsdim dostlar, çox ləzzətli oldu. İndi bu dişlərin də hamısı satılacaq. Bir dənə buradan boz dişi qalacaq dostlar. O bozu görürsüz. O bomboz, həmin o qalacaq. Bir də o ağ erkək satılacaq. Yəni boykayı bilmirəm, boykayı satmayacağam. Boyka yaxşıdır. Boyka duracaq. Yaxşı, bu qədər. Kömür də orada hürür. Gördüyünüz kimi bugünlük videomuz bu qədər. Videolar gələcək və canlı yayınlarda dediyim kimi danışmayacağım. Bunu da bilin. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, salamat.